Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram. İnşallah şənbə bazarınız, mən bilən hava da yaxşı olacaq, əla keçər. Belə deyək də, sizə də növbəti həftələr üçün əla bir enerji yığmağınıza səbəb olar. Gözəl xəbərlər eşidəsiniz inşallah və şənbə bazar analizləri ilə ənənəvi olaraq qarşınızdayım. Qısaca xatırlatmalarımız, saytımızda bütün məlumatlar yerləşdiriləcək və izləyin kupon.com.az, ondan sonra Telegramımızı izləyin. Mən burada bir haşiyə çıxacam qısaca. Burada öz fikirlərimi deyirəm. Hətta burada sizin üçün bəzi istəklərimi də seçmişəm ki, mən istəyirəm belə olsun. Yəqin ki, sizin də elə bir istəkləriniz olacaq. Digər tərəfdən Telegramda isə bunu ideallaşdıracağıq da. Bununla bağlı kifayət qədər misallar var. Məsələn, ötən həftə sonuna nəzər salsanız görəcəksiniz. Ötən həftə sonu demişkən əslində pis getmədi. Bir dənə orada Loriyanımız vurmadı qəribə şəkildə. Gərək ora 3 alt seçərdik, amma eyb yox. Bir də Feyenoord oyundan səhv etmirəmsə yatdıq da biz. Okey olsun, amma nəticələrimiz yenə də minimum 90-ın üstündədir. Şükürlər olsun. Bugün də hazırlaşmışam. Bəzi oyunları qısaca, sadəcə seçim deyib keçəcəm, bəzi oyunların üzərində dayanacağıq. Sizdən bəyəni, məndən oyunlar, şərhlər, getdik dostlar, xodlanırıq. Telegramımızda necə tapmaq olar bu arada ekranda görürsünüz və TFC agent kodu ilə oynayanlar, dostlar, oynamayanlara daha doğrusu səslənirik. İlk depozitdə 25% bonus əldə etmiş olursunuz. Kifayət qədər yaxşı seçimlər də var, zəngin seçim bazası var. Bizim agent kodumuz 244-780 ilə oynayanlara 25% bonusdan yanaşı ilk depozitdə siz həm də hər ay bonus əldə etmiş olursunuz. Bu belə dostlar, prinsipcə keçirik oyunlara. Şənbə günü 15:00 yollanırıq Dresdenə. Dresden Bochumla oynayır. Qonşu pilələrdə qərarlaşıblar dostlar bu komandalar. Ağlınıza batırsa, mən icazənizlə bu oyuna gol deyəcəm. Hər iki komandadan gol gözləyirəm. Rahat oyundur, çox ciddi bir iddiaları yoxdur. Varsa da, bilmirəm o iddialar nə qədər realdır indiki dönəmdə. Hər iki komandadan gol gözləyirəm. Bochumun hücum potensialından dolayı Dresden publikasını izləyin. Yazın Dresden Tifo və yaxud da nəsə yazın, görəcəksiniz ki, möhtəşəm performans göstərirlər. Belə azarkeşlər üçün oyuncular, məsələn, mən oyuncu olsam meydanda hər şeyimi verərəm. Bu belə. Brentford Fulham oyununa da toxunmaq istəyirəm. Dostlar, 15:30-dadır. Erkən seans oyunlarını bilirsiniz də mən sevmirəm, amma göz gördüyünü sevər, izlədiyimiz komandalardır. Brentford heç-heçələri sıralayır, görürsünüz. Brentford əslində Çempionlar Liqasında gələn mövsüm oynaya bilərdi, vəsiqəni təmin etmiş olardı. Bu komanda dəhşət çox xal itirir, öndə ola-ola. Müdafiədəki nizam pozulub sanki, qoruya bilmirlər üstünlüklərini. Fulham isə Liverpool ilə oyuna baxmısınızmı? Məsələn, burada bir cıqqılı bir pauza edirəm. Baxmısınız Liverpool ilə oyuna? Bu şanssızlıq idi, bunun başqa adı yox idi axı. Bayaqki məsələyə toxunum qısaca. Mən YouTube analizə gol 2-5 demişdim Liverpool oyununda. Telegrama onu görə deyirəm ki, burada seçimlərimizi deyirik, amma 2 sutka, 3 sutka qabaq deyirik də bunları. Heyətləri görəndən sonra artıq deyirsən ki, Liverpool 2 dənə vurar. Telegram kuponumuzda Wolfsburg 2-500, Liverpool'un 2 topu idi, düzdür? Gəldi. Ona görə deyirəm ki, Telegramı da izləyin. Bunu dedim. Şanssızlıq idi həmin oyunda Fulham adına. Brentford 4 heç eləyib. Buna baxdım, qeyd elədim bura. 5 ev oyununu uda bilmir bu komanda və 5 oyundan cəmi bir qələbəsi var Fulham'ın. Bu oyunda dostlar, getdili gəldili oyun olar. Hər iki komandadan gol gözləyirəm açığı. Erkən seans olduğuna görə canlıya saxlaya bilərsiniz. Belə bir şey. Portsmouth Leicester, qısaca Leicester'dan dolayı Portsmouth'da əlini biliyə-biliyə gələcək ki, əlimizə qaz gəlib Leicester. Gol 2-500, 2-28 əmsaldır. Mən bura qeyd eləmişəm.
Keçən dəfə bizi yatızdırdı, Telegramda yatızdırdı, analiz yazmışdım. 2 yazılı analizim vardı. Biri qutu kimi hesab qarışıq gəldi. Yenə də Telegramı izləyin deyirəm. Hammarby, qəribə bu əmsal oyunu təbii ki, əmsallarla çıxan hesabları da yazmışdım. Birinci hissədə həmin ssenari gedəndə hamı dedi ki, aha gəlir. Mən düzü sonra yatdım, səhər durub baxıram ki, Hammarby vurmayıb. Yenə də Hammarby'nin üstünə gedəcəm. Qələbə 1.500 və yaxud da ki 2.500. Evin 2 topunun əmsalı yoxdur mən bilən. Çünki evin qələbə əmsalı çox aşağıdır. Qələbə 2.500 deyəcəm, ağlınıza batırsa. Sadəcə ortalığa da ata bilərsiniz. Örgrita ilə oynayır. Liqa yeni yüksələn komandadır. Union Berlin, Wolfsburg. Union Berlin'in yeni məşqçisini gördünüz. Xanımdır. Top 5 liqada ilk dəfədir ki, bir xanım məşqçi. Belə deyək də, top 5 liqada oynayan kişi kollektivini çalışdıracaq. Wolfsburg'dakı da deməkdən yorulduq da. Bu komanda nə etmək istəyir, nə tər eləmək istəyir. Mən burada bir seçimə gedəcəm dostlar. Wolfsburg uduzmaz. 1.54 əmsaldır. Belə. Yəqin bir oyundan sonra da tərbiyəsiz açıqlama falan da olar ki, qadın nədir, kişi futbolunu gətirib başında otuzdurmaq nədir falan beşməyəcəm. Belə. Bayer Leverkusen, Augsburg. Leverkusen'in yarımfinal oyunu var kubokda, Bavariya ilə qarşıdan gəlir. Və mən növbəti oyunda da onu deyəcəm, yadınıza düşəcək. Bayer Leverkusen'ə və Dortmund'a evində güvənmirəm deyə, Augsburg'un bir topunu görürəm deyə, Bayer Leverkusen ev oyundan dolayı mən burada 2.500 deyəcəm. Əmsal düşsə, canlıdan Bayer Leverkusen'in ev oyunlarında nə etmək lazımdır? Saytımızın daimi oxucuları bilir. Bu metrikalar uzun müddətli metrikalardır. Bugün qazandırmaya bilər. Yeni izləyicisinizsə, açdınız saytda həmin gün gəlmədi. Amma, gözəl qardaşlarım, Bayer Leverkusen, Bavariyanın oyununda 75-dən sonra aləm dəyər bir-birinə deyən mənəm sizə burada. Bir mövsümdə onu çörən yeyirik biz burada. Maraqlı şeylər çoxdur. En qədər də vaxtınızı almaq istəmirəm burada. Canlıdan bir üst time'da. Augsburg'un qolu ilə gedən 2.500. Qol-qol 2.500 oynamaq olarmı bilmirəm. Daha orasına baxarsınız. 2.500 sanki birdən də Leverkusen tək başına apardı. O da inandırıcı deyil. Hoffenheim, Dortmund. Bizim o Dortmundumuz yenə də. Dostlar, Kovac'a səfərdə güvənirəm. Keçən dəfə də demişdim. Eyni şey oldu. Bir nəfər korner dəyərləndirmişdi o sözümdən sonra. Demişdim ki, kornerdə görürəm bu oyunda, amma dəyməyəcəm, gəlsə də toxunmayacam. Yenə də toxunmuram. Sadəcə misal gətirəm ki, Ağsudan izləyicimiz korner oynamışdı oyuna, qəşəkdə gəldi. Dortmund indi səfərdədir. Kimlə oynayır? Hoffenheim'la. Hansı Hoffenheim? Urra, evdəyik, getdik. Hoffenheim nə edir belə oyunlarda? Hələ həmin Augsburg'dan idi, səhv etmirəmsə, 2 dənə, bir göz qırpımında 2 dənə top yedi. Glojek'da yoxdur. Glojek neçə oyunda yoxdur, heç yadından çıxıb, nəsə. Hoffenheim'ın ev oyundan dolayı, Dortmund'un səfər oyundan dolayı rahat oyun olar, Kovac'ın istədiyi oyun olar. Başa düşən biraz riskli seçim olacaq. Baxmayaraq ki, əmsal belə Əndirabadi çox yüksək deyil, 1.78 əmsaldır. Dortmund 2 top vurar. Belə bir şey demək istəyirəm, ağlınıza batırsa. Mən gördüyümü deyirəm sizə. Bu əmsalla falandan çıxan bir şey deyil, bax. Əmsalla falan burada heç nə çıxmır. Gördüyümü deyirəm, bu qədər qeydlər aparırım hər oyunla bağlı. Leeds Wolverhampton 45 il əvvəl liqadan gedir söhbət, Premier Liqadan, kubok oyununa qarışdırmayın. 45 il əvvəl Old Traffordda Leeds udmuşdu. Bir nəsil dəyişib ondan sonra. Bir nəsil bunu görmürdü və bu tarixi ana şahidlik elədi. Bunlar üçün bu prinsipial məsələlərdir. Hətta oyundan sonra paylaşım eləmişlər ki, Real United, yəni əsl United budur. Düzdür, danışacaq o barədə də. Oyundan sonra Carrick hakimləri yıxdı, sürüdü. Amma oyunda uyğunsuzluq var idi. Yoldaş Carrick. O uyğunsuzluğu sən gözəl aradan qaldıra bilərsən. Qayıt həminki oyunu var. Deməli, hədəf 46-dır. İndi hal-hazırda 36-dır səhv etməmsə, düz yadımda qalsa. Hədəf 40-dır. Çünki 40 xalı yığan liqada qalır 99%. Həmişə belə olub da. Leeds evdə oynayır. Wolverhampton rahatdır çünki düşüb artıq.
Kit Andrews da buna görə gətiriblər ki, düşüb onsuz da heç olmasa çempionşipdə də bundan davam edəcək yaxşı mütəxəssisdir. Yaxşı mütəxəssis olduğunu harda gördünüz? Arsenal'la oyunda gördünüz, Liverpool'la oyunda gördünüz və s. və axır. Deməli, buradan 3 xal almalısan da dostlar və Wolverhampton'u küçümsəməyəcəksən. Çünki potensial başqa 3 xal alacağın bir komanda yoxdur sənin. 3 xalı qoymalısan cibə və Ellen Road'da. Evdə 3 oyunda bu komanda qol vurmur. Leeds, Wolverhampton rahatlığından dolayı ki, hər şey eləyə bilər. Wolverhampton görəndə axır vaxtlar hamı 2-2 hesabını oynayır. Bu beyində çıxırlar meydana. Vitrin oyunlarıdır qısası. Leeds, Ellen Road'da 2 top vursa 1.66 əmsaldır. Hə, sadəcə qələbəsi 1.50 neçədir. Ehtiyat edirəm. Newcastle Bournemouth paralel oynayacaq. Gimaraes yoxdur, Joelinton yoxdur. Newcastle'ın gəlin belə deyək də, Gimaraes yox, Joelinton yox, Newcastle'ın içinə girib lox. Yəni başqa söz deməyəkdir. Məndə yox. Burada düşüncəm nədir dostlar? Bournemouth əla oynayır deyə. Bournemouth Newcastle'ın həm də bəlalısıdır deyə. Hərçənd mən demişdim ki, Bournemouth dayanır da hardasa. Dayanmır bu komanda. Bu komanda dayanmır. Andoni Iraola da açıqlama verdi ki, mövsümün sonunda gedirəm. Klub da artıq bir sketch video paylaşdı ki, təşəkkürlər Iraola və s. Newcastle burada baskıdan dolayı. Mənə görə bu oyunda qol oxşuyur, çox oxşuyur, məncə olacaq. Çünki bu Newcastle qol buraxar dostlar. Qol-qolun əmsalı 1.30 neçədir? Onu mu oynayacaq? Ola bilər. 2.5 üstün əmsalı 1.41'dir. O da olar. Qol-qolla təbii ki. Yəni gördüyümüz odur. Newcastle burada 6 korner vursa, 5-5 üst korner vursa, kornerləri udar deməyə ehtiyat edirəm biraz. Çünki beynimdə o ssenarini cızıram ki, Newcastle buraxar, neçə oyun, 2 oyunda udzur, ardıcıl, hesabı qoruya bilmir yenə də və evdə neçə oyunda udmur. Buna da baxarsınız. Aləm dəyəcək bir-birinə. Bir də itkilərə baxın. Məcbur cinaha yönəlməlisən. Tonali tək necə ortada Ramsey ilə, o birisi kim idi? Willock idi, kim idi? Yaddan çıxdı. Nəysə, Mail idi deyəsən. Necəsən ondan? Kornerlərə yönəlməyə məcbursan. Yəni oyunundan dolayı, bombardımandan dolayı. Hə, Newcastle ev komandasıdır deyə, potensial da hər an qol buraxa bilər deyə, qol 2-5 öz yerində, amma kornerlərə tərəfdə yönəlmək istəyirəm burada. Viking Brann, Viking əla başladı. Çempionluq yarışında əbəs yeri olmadığını keçən mövsüm göstərdi ki, biz buradayıq, sıkıntı yox abi. 2 top vurar məncə Brann'a. Əmsal da qaşığa çıxıblar Vikingə. Məncə 2 top vuracaq Brann'a. Hissə qazananın inanmıram əmsal olsun. Yəni belə deyək də 1.40-dan aşağıdır deyə biz artıq götürmürük də. 1.40-ın özünü də götürmürük. Ki yanına bir dənə də ondan qoyanda olur 2+ o beyindən. Məncə hətta udar Brann'ı, udar 1.5 üstlə özü udar. Tottenham Brighton. Abi, o qədər deməyə söz axtarırsan burada. Beynin qarışır, yanır, mənim problemim odur. Çox şey demək istəyirəm. Nəticədə laqa-luqa ola bilər deyə türklər demiş. Ligada 8 oyundur, 2 top vurmur Tottenham özü. Ardıcıl 8 oyunda ikinci topu vura bilmir. Burada qalsın. Brighton Dezerbin məhsuludur. Tottenham'ın durumu ortada deyə nəyini izah eləyim? Hamı, bütün dünya bilir bunu. Nə bilim, mənim Göyçayın Alpol kəndində yaşayan dayım da bilir ki, bu komanda nə gündədir, neçə oyunda udumur. 21-ci əsrin anti-rekordudur artıq. Romero da zədələndi keçən oyun. Vicario da olmayacaq. Bu tərəfdə Lewis Dunk yoxdur, bilirəm. Dostlar, əsas seçimim burada. Əsas seçimim geniş kupona girə biləcək bir şeydir. Geniş kupon necə? Yəni ikili oynamırsan da. Mən Telegram admini kimi ikili atıram ki, 2 əmsal keçdi, insanlar götürsün oynasınlar. Adam var ki, təbii ki 5'li, 4'lü düzəldir. Tottenham uduzmaz 1.47. Bu bir. Tottenham 2 top vurar. Tottenham'ın əmsalına baxın siz. Məncə artıq Tottenham udacaq. Brighton'a qırmızıdan falan yapışdırarlar. Düzdür, deyəcəksiniz ki, abi kimdən udacaq? Sistemli komanda ilə oynayır. Razıyam.
Amma Sunderland'la oyunda bir şey gördüm dostlar. De Zerbi rahat idi biraz. Bədən dili o deyil idi artıq. Və De Zerbi artıq öndə biz 5'li hücum hətta görə bilərik. Bəzi intervallarda 5'li stabil hücum görə bilərik. Bu oyunda kornerlərdə Tottenham tərəfindən çox gələ bilər. Çünki iplər qopacaq. Hotspur Stadium'da oynayırlar. Tottenham 2 topu. Gənclər Birliyi Galatasaray oyunu ilə bağlı videonu TikTok'a qoyacağım. 1-2 gün qabaq qoyacağım özdə. Qəşəng izlənsin, fikirlərini yazsın hamı. Sadəcə sizin fikirləriniz mənə maraqlıdır. TikTok'a qoyacağım videonu. Chelsea Manchester United. Abilər, Chelsea neçə oyunda qol vurmur? Açın baxın, Port Vale'ı saymırıq. Port Vale 4-cü liqadır, 3-cü liqadır, bilməm hansı liqadır. Kubok oyunudur. Neçə oyunu qol vurmur Chelsea. İndi sizə bir şey deyim. Chelsea evində bu United'a qol vura bilərmi? Prinsipiallıq var oyunun içində, işin içində. Bu Chelsea qol buraxmazmı? Hətta birin yox, ikisini buraxmazmı? 2-5 üst. Daha gəlməsə də deyəcək bir şeyim yoxdur. Burada bəyənirlər istəyəcəm sizdən dostlar. Qısaca, bazar günü haqda. Hamkam keçən dəfə bizi yatızdırmadı sağ olsun. Yenə də Hamkamı gördüm. Rəqibi çox az tanıyıram. Kufum, yəni Oslo komandası Kufumla oynayır. 2-5 üst dostlar. Kristiansund Fredrikstad oyunu var. Yenə də 17-0-0 səhv etməmsə Norveçdə, həmin seansda. Bu da gol plus 2-5 üst. 21-15'də Start Mölde oynayır. Mölde 2 top vurar. Mölde yaxşı əmsal asılıb bu arada. Mölde hissə qazanar. Mölde hətta ikisini vurar burada. Beyniniz qarışmamasın deyə bunu kupona salacağım Telegramda. Yəni belə deyək də 1-3 falan gözləyirəm bu oyundan hardasa. Bəlkə də time oyunu da ola bilər. Yəni bu seansda bəzən olur. Və bayaq dediyim məsələ. İstəklərimi deyəcəm burada. Anti-futbolistalara qarşıyıq. Allah onların bəlasını versin, buradan deyirəm. Futbolu yaşadan futbolçuların, komandaların Allah canını sağ eləsin. Allah o birisilərin ömründən kəsib bunlara calasın. Birinci istəyim. Everton Liverpool. Moyes Avropanı beynindən vurub, hətta bununla bağlı Brentfordla o thrillerdən əvvəl sual vermişlər ki, bu oyuna necə hazırlaşmışsınız? Çempionlar Liqasına, Avropaya gedə bilərsiniz. Dedi, bu sualın verilməsi belə gözəldir. Görün biz hara gəlib çıxmışıq. Merseyside derbisidir dostlar. Motivasiya bambaşqa olacaq. Baskı da təbii ki bambaşqa olacaq. Publikanın dəstəyi fantastik olacaq. Bu Liverpool dostlar. Qol buraxar yoxsa yox? 1, 2, 3. Cavabınızı oxuyuram. 75'in 25'e deyək. Mən slota ayıb olsun, bu klubu nə günə qoydu? Və arsız hətta açıqlamalar verir ki, bəzi oyuncuları da yola salacaq və rəhbərlik deyilənə görə, İngiltərədə bilirsiniz də, mətbuatın dili ilə hər şey deyirlər bəzən. Deyir ki, belə çıxır ki, slot davam edəcək növbəti mövsüm. İnşallah ki, bu oyunda Liverpool azı 2 top buraxar. Bu mənim istəyimdir, yenə də deyirəm. Seçimim deyil, istəyimdir. Burada dəfələrlə mesajlar almışam. Adlarını çəkməyim, vəzifələrini çəkməyim, nə bilim, işini, peşəsini çəkməyəcəm təbii ki, o düzgün deyil. Yazıblar ki, abi, hətta belə bir şey yazmışlar bir dəfə, bir daimi izləyicimiz. Abi, sən səsi niyə sürətləndirirsən? Mən xoşdur, sənə qulaq asıram da, Allah razı olsun. Mən onlar üçün danışıram da bu hissəni. Belə bir klubu məhv eləyən, ruhsuz bir robota çevirən slota ayıb olsun. Birin vura bilərsə Everton, mən ikincini istəyirəm vursun. İstəyimdir, futbol azarkeşi olaraq. Moyes'ə bilirsiniz nə qədər hörmətim var. Liverpool'a da hörmətim var, slota hörmətim yoxdur. Eketike'də zədələndi, 9 ay olmayacaq, Telegramda yazmışdım bu arada. Yəni, təxmini rəqəm təbii ki o 9 ay, adətən o zədələr elə şeyə səbəb olur. İkinci istəyim, Pep Arteta'nı məhv eləsin. Bu istəkdir, qələbə 1-5 üst City tərəfdən. Boğaza yığıb Arteta dostlar. Arsenal fanatlarını boğaza yığıb. Deməli, Sporting'dən oyundan sonra Hülmanın açıqlamasını oxuyun, kapitanın.
İkisi bir yerdə 0.94 XG yığıblar. Biabırçılıqdır da. Saliba Doğman'a qışqırır ki, niyə zərbə icazə verirsən? Doğman'a, hücuma meyilli oyuncuya qışqırır ki, Doğman deməli müdafiənin önündə oynamalıdır bunun düşüncəsi ilə. Və niyə? Mən kollektiv oyunu başa düşürəm. Amma bu kollektiv oyun deyil. Və sən o boyda heyət dərinliyin ola-ola, sən yenə də o boyda heyət dərinliyin ola-ola Zubimendi ilə Rice 3000-dən artıq dəqiqə oynayıb sezon boyu. Məhv eləsin City Arsenalı. Bu istəkdir, yenə deyirəm, seçim deyil. Öpürəm sizi, bağırma basıram. Bir də Bavariyanı Stuttgartdan oynayır. 75-dən sonra oturub izləyərsiniz. 75-ə qədər çox izləməyin. 70-də artıq başlayın, qoşun. Setanda sportu və s. izləyin. Tətikdə olun. Öpürəm sizi dostlar, bağırma basıram. Allah'a əmanət olun.